Bu dünyada olan o bərbəzəklər ki var, bəzən insanlar bunda ilişir qalır, sevgi, məhəbbətin bağlayır buna, bəzən səth məhəbbətlərimiz var da, əvvəllər qeyd eləmişik, 3 cür məhəbbət var, məhəbbətun lilləzzədi, məhəbbətun li nəfidi, məhəbbətun lil fəzildir. Yəni, insan bir dəfə ləzzət üzündən bir şeyi sevir, bir dəfə mənafeyi var, nədəsə sevir, bir dəfə də nədir? Fəzilət üzündən. O şey fəzilətli bir şeydir. Ona görə sevir. Böyük şəxsiyyəti sevir, o şəxsiyyətdir. O kişi də onu sevir. Onun şəxsiyyətinə hörmət eləyir. Əli ibn Əbi Talib şəxsiyyətdir. Əli ibn Əbi Talib insaniyyətin nümunəsidir. Ona görə sevir. Ona görə Əliyə məhəbbət bəsləyir. Yəni, mən bir adamı necə sevə bilərəm ki, onun bir şəxsiyyəti olmayıb. Mən Muaviyyəni necə sevə bilərəm? Mən Yezidi necə sevə bilərəm? Kör-körana məhəbbət, kör-körana sevgi insanı hara götürür, gətirir, insanı gətirir, bir yerə çatdırır, sənə Quran ayəsi oxuyur, deyir ki, Quran ayəsində Allah deyib, bütün günahları bağışlayıram şirkdən başqa, demək Yezidi də bağışlayır. Quran ayəsi oxuyur sənə. Bu Quran ayəsini sənə oxuyan kördür. Niyə kör olub bu? Niyə yetişə bilməyib? Axı ayə oxuyur, sənə ayə deyir. Kördür ona görə, çünki ayələri həm bir-biri ilə tutuşdurmağı bilmir, həm də nədir? Məsələyə yəqinlə baxmır, məsələyə nəfsi şeylərin qatıb, təəssübün qatıb məsələyə, ona görə tapa bilmir. Ayənin birində həmən Nisa surəsi 114-də Allah deyəndə ki, İnnəllaha la yuğfirə ən yüşrikə bihi və yuğfiru ma dunə dalik. Ayənin davamı var, limən yəşə. Allah şirkdən başqa bütün günahları bağışlayır, şirki bağışlamır. Kimi istəsə Allah buyurur, qeyd vurur ayədə. Şirkdən başqa bütün günahları bağışlayaram, kim üçün istəsəm. Qeyd var orada. Bu qeydi qoyurlar qırağa. Bu nədən irəli gəlir? Bu təəssübdən irəli gəlir. Təəssübdən irəli gəlir, qeydi qoyub qırağa. Çünki nəfs ram olmayıb, yaxşı tərbiyə olunmayıb, düz tərbiyə olunmayıb, ona görə nə edir? Haqqa batil donu geyindirir, qoyur qırağa. Növbəti ayə həmən surənin 93-cü ayədə, Nisa 93-də Allah gəlir cavab verir. Buyurur ki, mən yəqtul mu'minən mutəammidən fəcəzauhu cəhənnəm. Bir adam mömin bir şəxsi öldürərsə, bilir bu mömindir, onun qanını halal elirsə, onu öldürürsə, onun yeri haradır? Cəhənnəmdir. Allah deyir, sən Peyğəmbərin ciyərparəsini öldürmüsən. Sən özün deyirsən, cənnət cavanlarının ağasıdır İmam Hüseyin. Cənnət cavanlarının ağasını öldürmüsən. Sən Peyğəmbərin ciyərparəsini öldürmüsən. Sən belə bir şəxsi öldürmüsən, qanını halal eləmisən. Allah da buyurur, müminin qanını halal eləyənin yeri haradır? Cəhənnəmdir. Yəni, bu qədər bəsirətsizlik olmaz ki, elə yuyublar beyinlərin, sahabədir qutardı getdi, sahabədir qutardı getdisə Münafiqun surəsi nədir? Quran kimə nazil olub, qardaş? Müsəlmanlara nazil olmuşdu, elədir? Peyğəmbərin vaxtında gəlmişdi də Münafiqun, Münafiq. Münafiqun surəsi kimə nazil olmuşdu? Peyğəmbərə. Yəni, Peyğəmbər yanında münafiq var. Elədir? Sahabə kimdir? Peyğəmbəri görən. Tabein kimdir? Sahabəni görən. Təbəi tabein kimdir? O tabeini görən. Axı bu sahabə Peyğəmbəri görəndir. Quranda buyurdu, bunların içində yalancı var. Sən deyirsən, sahabəyə söz demək olmaz.